Sabah xeyir olsun değerli izleyicilerimiz. Bugün oktyabrın 30'udur ve ay sabah tamamlanır. Beynəlxalq Maliyyə Birjasında bu ay neler baş verdi? Biz ayın sonu bu haqda kısa bir məlumatın nəzərdə çatdırar. Gəlin keçək biz qızıla. Qızıl dünən nə etdi? Dünən Qızıl biz dediğimiz hedeflerin hedefleri bir yoxladı ve bugün neler olacak? Yani dünən biz en yakın hedefi 3840'ları nəzərdə tutmuşdu, ama 3886'lara kadar indi. Ve dünən Amerika'da çıkan haberler yani 4 faize kadar indirdi uçak safkaları ve bu prognozla üst üste geldiği için çok mükemmel bir haber idi Amerika için ve Qızıl ilk önce 13-14 dollar haberden dərhal sonra saat 7 saat 10:00'da dərhal sonra 13-14 dolar yukarı qalxsa belə ondan sonra sürətlə aşağı doğru istiqamətə davam edir və biz bunu Signal kanalında paylaşmışdıq və satış əməliyyatlarını nəzərə çatdırmışdıq. Təbii ki bizim ilkin satış əməliyyatlarımız Signal kanalında dünən 4014'lərdən gəlmişdi və bir də şeyi nəzərə çatdırdım ki mümkün qədər qızılla alqı-satqı həyata keçirirsinizsə stop lossları en azından hazırki vəziyyət əsasında, yəni deyək ki trajektoriyası, qızılın hərəkət trajektoriyası diapazon yəni çox olduğu üçün biz en azından 18-22 dollar arada stop loss təyin etməliyik. Hələ ki belə tələb edir. Yaxın qoysa qısa bir zamanda təbii ki götürəcək. Dünən belə deyək 4014'lərdən satış əməliyyatından sonra az gəlindən sonra yukarı doğru 14-15 dolarla bir koreksiyadan sonra təbii ki sürətlə aşağı doğru istiqamətə davam etdirdi. Əgər deyək ki Signal kanalındakı olan traderlər stop lossları yaxın qoysaydılar 7-8-10 dolara bir stop loss qoysaydı təbii ki stop lossu biz təyin edirik, bazara uyğun təyin edirik. Belə dünən sürətlə aşağı doğru istiqamət davam etdirdi və biz dünənki Signal kanalında qızılda 2 alış əməliyyatları və 3 satış əməliyyatları ilə yəni bütün əməliyyatlarımız uğurla nəticələndi. Bugün nələr edəcək? Yəni dünən 120 dollar səhər saatlarında qalxdı və 103 dollar sürətlə aşağı doğru istiqamətdən davam edir. Səhər saatlarında 67 dollarlı 70 dollarlı yəni yuxarı doğru istiqamətdən davam etdirdi və bu qalxışlar təbii ki deyək ki çox sürətli olsa belə dönüş nöqtələrinə qədər özünə yer etdi və ümumiyyətlə güclü alış nöqtələrindən istəyirsinizsə 4010'lardan sonra olacaq. Yəni yuxarı qalxışlar 4003-4004'e qədər ola bilər, amma 4010'lardan sonra təbii ki alışlar gələ bilər. Amma ümumi deyək ki aşağı hədəflər hələ ki qüvvədədir. Keçək təbii ki satış əməliyyatları üçün az da olsa koreksiyaları oldu. Bugün yəni biz indi gözləyirik ki qiymət günün ikinci yarısından sonra olmasa saat 11'den sonra formalaşsa Signal kanalında paylaşalım. Keçək biz Bitcoin. Bitcoin dünən bizdə həm alış əməliyyatları formalaşdı. Biz Telegram Signal kanalında 112-500'lərdən alışlar nəzərə çatdırmışdıq. Təbii ki 113-500'lərə qədər, 600'lərə qədər, hətta 700'lərə yaxın qalxdı və satış əməliyyatları da mükəmməl 112'lərdən satış əməliyyatları da mükəmməl aşağı doğru istiqamətdə davam edir. 4 saatlik zaman intervalında downtrend, kiçik bir downtrend yaradıb və əgər alış əməliyyatları 112-500'lərdən yuxarı formarsa alışlara girə bilər. Satışlar isə 107-600'lərdən gələcək. Keçək biz Brent oil future spotlara dünən satış əməliyyatları ilə təbii ki 64-10'lardan 63-90'lara qədər indi mükəmməl bir nəticədə. Alışlar isə 64-60'lardan 65-30'lara qədər həm alış həm satış. Baxın qızılda bizdə alış satışlar da yəni gəlirlə nəticələndi. Bitcoin'da da alış satışlar da gəlirlə nəticələndi. Neftdə də alış satışlarla nəticələndi, gəlirlə nəticələndi. Eyni zamanda biz dünən funtun dolar rəqabətində satış əməliyyatlarını nəzərə çatdırmışıq. 1.32-400'ə, bu 31-400'ləri 1000 pips aşağı indi. Satış əməliyyatları mükəmməl oldu. Bugün gündəlik isə 870 pipsdir və alışlar 1.32-500'lərdən, satışlar isə 1.31-800'lərdən. Təbii ki bu bizim fikrimizdir, qərar sizin öz-özündir. Keçək biz
Evronda olan rəqabəti. Dünən Evronda olan rəqabəti biz dönüş nöqtələri nəzər çatdırmışıq. Dönüş nöqtələri təbii ki 1.16 300-lərdən 200-lərdən dönüşlər oldu və 1.16 700-lərə qədər qalxdı. Alışlar super bir nəticə verən, satışlar isə təbii ki 1.15 150-lərdən 1.15 770-lərə qədər indi. Bu da mükəmməl bir nəticə. Bugün gündəliyimiz isə 550-dir. Alışlar 1.16 450-lərdən, satışlar 1.16-lardan gələcək. Keçək Nasdaq, S&P, Dow Jones, DAX-da gəldi deyəsən. Nasdaq bir türlü aşağı enmir, yəni ümumən koreksiya vermədən yuxarı, az koreksiyalarından yuxarı doğru istiqamət davam edir. Satış əməliyyatlarını gözləmək istəyirsinizsə Nasdaqda 25850, S&P-də satış əməliyyatları 6848, Dow Jones-da satış əməliyyatları 47463, DAX isə durğunluq zonasında yaşayır və müqavimət dəstək xəttlərini deyim. Müqavimət xətti alışlar üçün, ondan sonra formasında 24397, satışlar üçün isə 24000 dəstək xəttini qırsa satışlar olacaq. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə bu verdiyimiz siqnallar təbii ki bizim fikrimizdir, qərar sizin özünüzdür və Telegram siqnal kanalına mütləq qoşulun, təbii ki sizin üçün də maraqlı olacaq. Eləcə də nəzər çatdırım ki, gələn ayın 10-undan 15-dən sonra möhtəşəm çörək pul strategiyası, yəni yazıla bilərsiniz 070 981 0025-ə mütləq yazın. Hələlik sağ olun, görüşmək ümidi ilə.